Qeyd etmək istəyirik ki, sözügedən məhdudiyyətlər heyvan kəsim məntəqələrinə aid edilmir. Belə ki, sahibkarlar tərəfindən heyvanları təsərrüfatlardan alaraq aparıb AQTA tərəfindən qeydiyyatdan keçmiş kəsimxanalarda kəsdikdən sonra satışını həyata keçirdə bilərlər. Bundan əlavə istehlakçılara da bildirmək istəyirəm ki, ət alarkən diqqətli olsunlar, mütləq qaydada üzərində möhrü olan və müvafiq sənədlə təqdim edilmiş ət almaları zəruridir.